بقضائك و تسلیما لامرک لا معبود سواک یا غیاث المستغیثین. Səndən başqa heç kimə əyilməmişəm, əyilməyəcəyəm və əyilmədim. Elə ki, İmam Hüseyin əleyhissalam bunları dedi, Pərverdigar aləmin xitabı Hüseynə buyurdu. Gördü yarın, düşübdü yaradən, səs gəlib zat-ı pak-ı əladən. Topraq üstdən cəbinüvi qaldır, üzbəüz bax bizə müsəlladən. Eşq mi'racın eylədün kamil, kamə yetdün rumuz isradən. Hüseyin qanlı toprağı, qanlı mehrabi, bilməkəm rütbə, Qab Qovseynidən tədəlladən. Qab Qovseyn Peyğəmbərin meracıdır. Hüseyin deyir, sən o qanlı mehrabdakı alnını qoyubsan, səcdə eləysən, Peyğəmbərin Qab Qovseynindən azdır o. Qanlı mehrabı bilməkəm rütbə, Qab Qovseynidən tədəlladən. Bayrağı eşqi sərbulənd etdün, sədr-i irfandasan məzayadən. Xatəm-i eşq kibriyaisən, bul bəşər keçməyib əlifbadən. Adəm onun əlifbeyindən keçməmişdi, amma sən sədr-i irfandasan. Qoyma toprağa vəzh-i gülnari. Bir də qoyursan üzüyü torpağa, yox, qoyma. Qoyma toprağa vəzh-i gülnari. Niyə? Ənbiya doymayıb təmaşadən. Qoy baxsınlar sənə, sahət-i vəslimə gülə-gülə gəl. Mənə mülaqata gəlirsən, sahət-i vəslimə gülə-gülə gəl. Zəhəmatün çox oldu dünyadan. Xanım Zeynəb heç xeymələrdən çıxmadı. O Vəhəbin anası deyir ki, xanım Zeynəb, Əlinin qızı diyor. 2 dənə oğlu var deyib, balacaydılar. Balaca uşağıdılar onlar. İkisini də göndərdi meydana. İkisini də göndərdi. Hər kəs şəhid olurdu, Həzrət şəhidləri gətirirdi xeymələrin yanına. Xanım Zeynəb çıxırdı və o şəhidin əgər anası oradaydı, əgər bacısı oradaydı, əgər yoldaşı oradaydı, çıxırdılar orada ağlayırdılar. Amma elə ki, xanım Zeynəbin oğlanların İmam Hüseyin əleyhissalam gətirdi xeymələrə, xanım Zeynəb xeymədən çıxmadı. Hüseyin baxa, mən çıxam öz oğlanlarımı ağlayan. Xanımların bir ikisi gəldi Zeynəbin xeyməsinə. Dedilər ki, xanım, Zeynəb baxdı, bəli. Dedilər, xeymiyə qurbanların gəlibdi, xanım. Çıx, necə sən bizim şəhidlərimizi oxşadın, ağladın, indi biz də sənin şəhidləri oxşayıb ağlayaq. Buyurdu, xanə-i səbri bilün yıxanda güləm, min oğlum ölsə də mən xeymədən çıxanda güləm. Mən çıxam, heç belə şey olmayacaq. Ondan sonra deyir xanımların biri, gördüm Zeynəb tək oturub xeymədə.
Allah ilə razı niyaz edir. Nə deyir Allaha? Deyir, mən qulaq asırdım. Dedi, ilahi, nisbət-i lütfü və naçizidir, neynim olanım? Azdır, amma budur. Olanım azdır. Nisbət-i lütfü və naçizidir, neynim olanım? Sən riza ol, vəli mən çöldə oğulsuz dolanım. O ki mənə mühümmidir, o budur ki, sən razı olasan. Əgər sən razısan, onda hər şeydir mənə.